Salam, bugün sizlərə dəyərdən çoxalma ontogenez bölməsinə aid və imtahanlarda ən çox rastlaşdığımız bu tipli bir sualın izahını verəcəm. Bizə deyir ki, cədvələ əsasən qism qiymətini müəyyən edin. Rüşeymin hüceyrə nüvəsində xromosomların sayı 21-dir. Endospermin hüceyrə nüvəsində xromosomların sayı 33-dür. Qabıq hüceyrəsinin xromosom sayını müəyyən edin, x-dir. Deməli, ilk öncə biz bilirik ki, rüşeym diploid xromosom dəstinə malikdir də. Çünki spermi ilə yumurta hüceyrə haploidların birləşməsindən əmələ gəlir. Bura 21 verir. Və mən burada görürəm ki, 21 2-yə bölünmür. Deməli, mənim bitkim öz-özünə tozlanmayıb. Çarpaz tozlanıb. Bitkilərin xromosom yığımları fərqli olduğuna görə bu rəqəm bölünmür. Endosperm isə mən bilirəm ki, 3N-dir. Gəlin birincisi rüşeym nədən yaranır ona baxaq. Rüşeym yaranır yumurta hüceyrə üstə gəlinsin spermdən. Qısaca belə yazaq. Endosperm isə qısaca şəkildə mərkəzi hüceyrə üstə gəlinsin spermdən ibarətdir. Mən mərkəzi hüceyrənin yerinə 2 ədəd yumurta hüceyrə yaza bilərəm. Yəni endosperm bərabərdir yumurta hüceyrə üstə gələk yumurta hüceyrə üstə gələk spermi bu şəkildə. Gətirib burada yumurta hüceyrə ilə sperminin yerinə mən rüşeym yaza bilərəm də. Yumurta hüceyrəyə də bir x deyim. Endospermin xromosom sayını mənə verib 33. 33 bərabərdir. Yumurta hüceyrəyə bir x deyirəm. Yumurta hüceyrə ilə sperminin cəminə rüşeym idi. Rüşeymə 21 verib. Üstə gəlsin 21. X də buradan bərabər olur 12. Deməli, mənim yumurta hüceyrəm xromosom yığımı 12 imiş. Məndən isə istədik qabıq hüceyrəsində xromosom sayını tapın. Xromosom sayı isə qabıq hüceyrəsində ana hüceyrənin xromosom sayını daşıyır. Diploiddir. Yəni 2. O da 24-ə bərabər. Cavabımız 24.